Marsol Qrup, İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası və Kənaz Media Qrupunun təşkilatçılığı ilə işinin adamını dinləyirsiniz. İşinin adamı başladı. Hər vaxtınız xeyir, hörmətli xanımlar və cənablar, dəyərli bizi izləyənlər və dinləyənlər, xoş gördük hər birinizi. Mən Kamran Yaradanquliyevin təqdimatında layihə rəhbəri olduğum işin adamını hal-hazırda həm izləyirsiniz, həm də dinləyirsiniz. İzləmək üçün Yurd FM və yaxud TikTok səhifəsində daxil olun. Amma dinləmək üçün paytaxt Bakıda 90.7, regionlarda isə fərqli biz dalğa üzərindən hal-hazırda bütün Azərbaycana səslənirik və bizi çox sevindirir ki, tez-tez regionlardan və ən əsası da mənim o ürəyim bir yağ kimi əriyir də. Bilirsiniz nə vaxt bir dinləyicimi, bir dost tanış danışanda deyir ki, mən Qarabağda olanda sizə qulaq astım. O gün biri deyir ki, Xocalıya gedəndə qulaq astım. Nə gözəl eşidilir bu ifadələr və salam olsun Vahid Azərbaycana, efirimiz başladı. Bugün də işinin adamı ilə birlikdəyik. İşinin adamı studiyadadır. İşinin adamı studiyadadır. Əziz dostlar, hörmətli sürücülər. Baxın, xüsusilə sürücülər bizi diqqətlə dinləsin və yaxud gələcəkdə inşallah avtomobil arzusunda olanlar tək arzunuza çatasınız. Avtomobilinizə isə sürücülərin yaxşı bir dənə dərdi var da. Dərdlərinin biri nədir? Mən hardan benzin vurum? Bax, bu sualın sən demə bilinməyən çox maraqlı tərəfləri var imiş. Mən özüm də biləndə sözün yaxşı mənasında təəccübləndim və bu təəccübümü də sizlə sevə-sevə bölüşmək istəyirəm. Bu yaxınlarda Azərbaycanda Red Oil yarandı. Red Oil hansı işi görür və Red Oil'ın bu dəqiqə yanacaq doldurma məntəqəsi ilk olaraq hansı nöqtədə, hansı lokasiyada yerləşir, ətraflı danışacağıq. Şirkətin nümayəndəsi olaraq Faiq müəllim bizlə birlikdədir. Faiq Cerçeyev, xoş gördük sizi. Xoş gəlmisiniz. Xoş gördük. Mən də dinləyicilərimizi salamlayıram. Belə gözəl Yurd FM-dən, adı da bayaq da sizə vurğuladım. Siz də bəyənirsiniz. Çox doğma olan bir addan, olan bir radiodan tamaşaçılar, dinləyicilərimizin eşidilməsi üçün şərait yaratdığınıza görə təşəkkür edirik sizə. Biz təşəkkür edirik. Xahiş edirəm ki, biraz da yaxın gəlin və biz ətraflı danışaq bugünkü efirimizdə. Red Oil, xeyirli uğurlu olsun. Red Oil nə vaxt fəaliyyətə başladı? Çox sağ olun. Red Oil yanacaq doldurma məntəqələri olaraq hal-hazırda bizim bir ədəd yanacaq doldurma məntəqəmiz var. Bu elə Bismillah mərhələsidir də. Siz demişkən, inşallah gələcək üçün planlaşdırılır. Sentyabr ayından fəaliyyətə başlamışıq. Hələ ki, Zabrat qəsəbəsində yerləşən Zabrat yolunun sağ tərəfində olan bir ədəd yanacaq doldurma məntəqəsi ilə fəaliyyətə başlamışıq. Əla, gözəl və əlbəttə ki, hər bir şirkətin özünün bir məqsədi olur, özünün bir istəyi olur. Sizin də hər halda bir məqsədləriniz var. Əlbəttə ki, biz də Red Oil olaraq çalışırıq ki, xalqımıza, vətənimizə, millətimizə xidmət göstərək, qazandıraq, həm də özümüz qazanaq. Və qazandıraq demişkən, kampaniyanız da var. Kampaniyalarımız var, bəli. Biz cürbəcür kampaniyalar hal-hazırda bizdə var. Deməli, müştərilərimiz üçün 10 litr hər 10 litr yanacaq vuran və 10 litr üstü yanacaq vuran müştərilərimiz. Orada balaca mini bir marketiniz var. Bəli, orada bizim daxildə olan mini market bizdə. Oradan bonus kartı var. Bonus kartı. Avtomatik orada indirilməlidir. Bəli, 5%. Bir də deyəsən, hər 10 litrdən sonra 1 qəpik hesablanır. Bəli, bonus kartıdır. Bonus kartı təqdim edirik müştərilərimizə. Hər 10 litr və üstü yanacaq vuran müştərilərimizə 1% bonus təqdim olunur. Karta yığılır, müəyyən məbləğ yığılanır. Bir də görsən ki, əməlli bir məbləğ elədir. Və ürəyin istəyəndə sonra yenidən olmalı sizdə istifadə etmək olur. Müddətsizdir kartlarımız. Gəlin işin biraz texniki tərəflərini keçək. Deməli, təəssüflər olsun ki, yanacaq doldurma məntəqələri, okey, yəni bəlkə də onlarla, yüzlərlə deyil Azərbaycanda, bu təbiidir. Amma çox qəribə yanacaq doldurma məntəqələri haqqında qəribə fikirlər var. Hərənin birinci sevdiyi bir neçə konkret marka var, Güvən.
Və məsələn mənim güvəndiyim marka ilə siz deyirsiniz nə danışsın, yox oradakı yaxşı deyil və yaxud da əksinə olur. Fikir vermişik də. Bu çox tez-tez cəmiyyətdə rastlaşdığımızda bu da nəyə gətirib çıxarır? Deməli, ya bir dəfə sizin başınıza mənim bəyəndiyim yerdə bir hadisə gəlib, ya az vurublar, ya birlə vurmayıblar, ya nəsə vardı, ya da ki maşın belə boğub özünü, fərqli olur. Mən sizin rəhbər heyətlə, təsisçilərlə də danışanda bunlarda elə gözəl texniki bir məlumatlar əldə etmişəm. O qədər xoş gəlib ki, görürəm aydınlandım. Bir bu sahəni bilməmişdik. Bundan da artıq məlumatımız var. Bu da gətirir, fərqliliyə çıxardır. İndi elə əsas sualım bura gələcək ki, belə ətraflı, detallı, maarifləndirici məlumatlarla əhatə olunmuş cavablarınızı gözləyəcəyik. Bu sual üzərinə Red Oil yanacaq olaraq digər şirkətlərdən Red Oil nə ilə fərqlənir? Red Oil yanacaq doldurma məntəqəsi olaraq biz yeni açılış vaxtında çalışdıq ki, bütün texniki standartlara cavab verən bir yanacaq doldurma məntəqəsi ilə çıxaq müştərilərimizin qarşısına. Buna görə olaraq ilkin etapda təmir prosesində biz bütün kənlərimizi sıfırdan təmizlədik və onların germetikliyi sıfırdan bərpa olundu yeri. Yeni növ texnologiyalarla çalışırıq, fəaliyyət göstərək. Çünki bu bayaq dediyiniz kimi hər bir yerdə fərqli fikirlər yaranır da insanlarda. Siz dediyiniz kimi deyir ki, mən orada aldatdılar, mənim orada yanacağımı kəsdilər falan filan. Biz bunu çalışmışıq. Orada su qatırlar. Bəli. Ona da aydınlıq gətirəcəm su qatma məsələsinə də. Biz bunu çalışmışıq ki, bu problemlərin riskini sıfıra salaq. Bizdə ümumiyyətlə satışa insan faktorundan əlavə texnoloji faktor da nəzarət edir. Satışlar kompüter vasitəsilə idarə olunur. Yəni hər bir satış sifarişindən tutmuş tamamlanana qədər satış kompüterində, yəni o öz əksini tapır. Və hansısa bir insan faktorunun müdaxiləsi ilə orada məsəl üçün heç bir müştərinin yanacağı ya kəsilə bilməz, ya orada başqa bir həmən yanacaq gedən prosesdə başqa bir müdaxilələr ola bilməz. Çünki o satış, həmən satış. Məsəl üçün siz 10 litr yanacaq sifariş vermişsinizsə, saatına, dəqiqəsinə, saniyəsinə kimi sifariş vaxtınızdan tamamlanana qədər orada satış kompüterində bu qeydiyyata alınır. Yəni o hansısa bir faktordan dayanırsa, həmən satış kompüterində də öz əksini tapır ki, filan vaxtı, filan qədər yanacaq sifariş verilib, ancaq hansısa səbəbdən bu 5 manatda dayanıb. Məsəl üçün də. Biz buna çalışmışıq ki, bunu yəni sadəcə o tapancanı ora baka yerləşdirib sifarişi verəndən sonra insan müdaxiləsi burada olmasın. Yəni nə müdaxilə baş verirsə bu müddət ərzində baş verir. Yəni tapanca qoyulur, sifariş verilir. Müştəri ola bilər ki, başqa yerlərdə də, yəni dediyiniz kimi də sizin qarşılaşdırır. Müştəri ola bilər ki, telefonla danışar falan. Hansısa bir insan faktoru nəticəsində onun yanacağı kəsilə bilər. Onu biz sıfıra indirmişik. Yəni bu sistemin tətbiqi ilə sıfıra indirmişik. Yəni istəsə belə kimsə eləyə bilməz. İstəsə belə ora kənar müdaxilə eləyə bilməz heç bir əməkdaş. Dostlar, qəşəng fürsətdir. Baxın, hər sahənin nümayəndəsi ilə dialoq qurmaq imkanınız olur efirdə. Amma çox az imkanınız olur ki, yanacaq doldurma şirkətinin nümayəndəsi ilə həmsöhbət olasın. Ona görə də əlaqə nömrəsini xatırladıram sizə. Zəng və WhatsApp nömrəmiz 099 6 907 907 099 6 907 907 aktivdir dostlar. İşinin adamı. İşin adamını dinləyənlər, izləyənlər, hər kəsə salam olsun. Red Oil'dan danışırıq. Red Oil şirkəti yeni başlamış fəaliyyətə yanacaq doldurma məntəqəsidir. İnşallah ki, filiallarının sayı da çox olacaq və çoxalacaq. Şirkətin nümayəndəsi olaraq səthən mühəndisi, belə sənədləşmədə belə gedir, amma o Ruslan bir sözü var, Çelovik orkestr. Mən belə görürəm ki, Faiq müəllim həqiqətən də işinin bilicilərindəndir. Bütün detallarda danışırıq. Gəlin bir də nəyə toxunaq? Təcrübənizə əsasən sizin sahədə müştəri məmnuniyyətini artırmaq üçün nələr olunur?
müştəri nə vaxt məmnun qalır? Bilirsiniz, burada məmnuniyyət birinci növbədə əməkdaşların fəaliyyəti olmalıdır. Yəni biz əməkdaşlarımızı seçəndə bir müddət onları öz işimizin biz təcrübəli əməkdaş götürmürük də. Çox vaxt onu özümüz öyrədirik. Bu işə bizim standartlarımıza uyğunlaşsın deyə özümüz öyrədirik. Yəni birinci növbədə xidmət sahəsində bilirsiniz ki, xidməti göstərən kəsdən məmnun olmalıdır ki, müştərilər. Ümumiyyətlə o da o şirkətdən məmnun olmaq üçün bir səbəbdir də. Biz əməkdaşlarımızı seçirik, bir müddət onları təcrübə keçirik, kurs keçirik, öyrədirik işlərini. Sonra onları satış sahəsinə buraxırıq və onların fəaliyyətlərini bir müddət yenə izləyirik. Yəni daxildən və kənardan müştəri cəlb eləməklə izləyirik ki, görək bunların fəaliyyəti nə dərəcədə bizim standartlarımıza uyğundur. Əgər bu uyğunluq aşılanarsa heç bir müştəri ilə problem yaşanmır. İkinci növbədə burada bilirsiniz, siz dediyiniz kimi bayaq insanın müştərilər nə istəyir? Onların yanacağı təmiz olsun, onların yanacaqları qədərində istədikləri qədər vurulsun və orada kənar müdaxilələr olunmasın. Bunu da bayaq başdan da izah elədim. Texnoloji tərəfini bunu biz təmin eləmişik. Yəni heç bir formada o problem yaşanmayacaqlar. Bayaq siz vurğuladınız ki, su qatmaq. Ümumiyyətlə bilirsiniz, tək bizim üçün yox, ümumiyyətlə bu yanacaq doldurma sahəsində heç bir sahibkara sərf eləməz yanacağına su qatmağa. Yəni bunun ona heç bir xeyri yoxdur. Yəni su qatılan yanacağın keyfiyyəti bir yana, yəni o bir müddət sonra başlayır sahibkarın özünə belə ziyan verməyə. Bu satış qurğuları ki, hansı ki bu yanacağın vurulmasında istifadə olunur. Bunlar da bir avtomobil kimi bir texnikadır da. Yəni bir müddət sonra o su orada qalırsa, çalışır o texnikalar sıradan çıxmağa. Yəni orada elektroklapanlar var, orada filtrlər var. Özünüz bilirsiniz ki, məsəl üçün su olsa filtr şişir. Yəni sırf bu filtrlər yanacaq üçün düzəldilib. Hətta dizel üçün olan filtr başqadır, benzin üçün olan filtr başqadır. Dizellə olan kalonkada məsəl üçün benzin filtri istifadə olunsa, o yəni işləməyəcək. Bir müddətdən sonra şişəcək, yanacağı buraxmayacaq. Yəni heç bir sahibkara sərf eləməz məsəl üçün yanacağına su qatsın, satsın da. Yəni bilmirəm, bu qatan da nə dərəcədə bu işinin ustasıdır da, yəni bilmək olmaz. Ondan başqa da Onda belə çıxır ki, heç vaxt su söhbəti olmayıb, yoxsa zamanında bir-iki nəfər çaşıb eləyib, sonra özlərinin başı daşa dəyib. Çaşıb da ola bilər ki, olsun, amma bunların çoxsu, yəni əslində sonra özü onlardan asılı olmayan səbəblərdən də ola bilər. Çənlərin germetikliyi pozula bilər, məsəl üçün. Su buraxma germetikliyi var, çənlərin ümumiyyətlə. Sonra sızır, hə? Yağış yağanda, hansısa bir formada və yaxud da ki, çənlər dərində olur, üstdən olan qurun suları o çənlərə dolur. Yəni bu ola bilər. Bu yəni qaçılmaz faktordur. Yəni hər bir bu sahədə işləyən kəsin bunun başına gələ bilər bu hadisə. Yəni indi kim də hansısa formada bunu yenə də deyirəm ki, bu mənə şəxsən çox maraqlıdır ki, burada qazanc nədir? Yəni nə qazana bilər ki, su qatmaqla? Nə bilim, hansısa bir vasitələr ola bilər. Yəni bu su qatsa, deyək ki, bir manat qabağa düşdü, amma çən xarab olsa, neçəsə 100 manatlar, 1000 manatlar geri düşür də. Ümumiyyətlə bu çənlər bir müddət həmişə yanacaq olduğuna görə içində o pas bağlanmır. Çəndə pas yaranmır. Yəni biz də çalışırıq çənlərimizi dolu saxlayaq ki, bu boş hədlərdə pas yaranmasın ki, bu çöküntülər baş verməsin də. Bu su saxlanan çənlərdə bu çöküntü prosesi, paslama prosesi tez gedir. Ondan sonra da yenə deyirəm ki, o kolonkaların içində olunan avadanlıqlar da dəmirdən daxil. Orada da paslanma gedə bilər. Onlar da sıradan çıxa bilər. Yəni bu su, kimsə suyu qatmaq məsələsi mən düşündüyüm qədər absurddur. Yəni istəyərəkdən bunu eləmək. Çox maraqlı məlumatlardır bunlar. Təşəkkür edirik. Birazdan eyni ahənglə eyni maraqlı söhbətimiz davam edəcək. Qısa fasiləmiz var. İşinin adamı başladı. Yeni işin adamını dinləyirsiniz və izləyirsiniz. Mən Kamran Yaradan Quliyevin təqdimatında. Əziz dostlar, xoş gördük hər birinizi.
Efirimizə yeni qoşulanları da nəzərə alıb birazdan yenidən qonağımız və fəaliyyət sahəsi haqqında məlumat verəcəyəm. Amma nə edək? Sponsorlardan danışaq və görüntüləri də təqdim edəcəyik sizə. Yəni izləyənlər də nəzərə alsın. Sponsor məlumatı. Efirimizin baş sponsoru Metsan Paneldir. Metsan Panel müasir tikinti üçün yüksək keyfiyyətli sendviç panellər istehsalçısıdır. Sendviç panellər istilik və səs izolyasiyası ilə məkanımızı qoruyur, möhkəmliyi ilə uzun illər yadda qalır. Belə desəm, məncə mübaliğəsiz olar, çünki bu reallıqdır. Ambar, zavod, idman zalları, alış-veriş mərkəzləri, prefabrik tikillər, hər məkana uyğun ölçü və dizayn. Keyfiyyət, davamlılıq, etibar. Ümumiyyətlə, Metsan Panel işinin qədrini bilənlərin seçimidir. 055 155 65 95 və nəzərinizə çatdırım ki, Metsan Panel Qafqazın ən uzun istehsal xəttinə sahib bir zavoddur. Çaşıb Avropanın deyəcəydim. Bəlkə də inşallah, bəlkə də Allah dedizdirir. Belə, davam edirik. Hörmətli xanımlar və cənablar, mobil qrupdan danışmaq istəyirəm. Sponsor məlumatı. Mobil qrup müxtəlif növ yüklərin beynəlxalq daşımasını, həmçinin gömrük rəsmiləşdirilməsini operativ və etibarlı şəkildə həyata keçirir. Şirkət peşəkar komanda və müasir logistika həlləri ilə ixrac proseslərini sadələşdirir. Daşınma, sənədləşmə mərhələlərində tam dəstək göstərərək müştərilərə rahat, sürətli xidmət təqdim edir. Üzr istəyirəm və bildirim ki, əsas məqsəd yüklərin təhlükəsiz vaxtında problemsiz şəkildə ünvanına çatdırılmasıdır. 051 333 90 90 əlaqə nömrələridir və yaxud ulduz 0090. Minnətdarıq mobil qrupa da və biz davam edirik. Sponsor məlumatı. Biz bugün Red Oil'dan danışırıq, amma Red Oil'la danışmadan əvvəl avtomobiliniz gərək yaxşı görsənsin həmişə, gözdən düşməsin. Ona görə də dünya markası olan Everdensen'dan danışaq. Everdensen PPF boya qoruyucu plyonkalarından danışırıq. Xüsusi olaraq Everdensen PPF boya qoruyucu plyonkaların özəllikləri ilə sizi tanış edək. Qulağınız bizdə olsun dostlar. Avtomobiliniz üçün peşəkar qorunma, avtomobillərin boya səthini gündəlik təsirlərdən, cızıqlardan qorumaq üçün. Bir də görürük quşlar batırır. Bunlar hamısı çox ziyandır. Ağac çirələri var. Daxili siz sarsıntı keçirməməyə görə, ona görə də avtomobilinizi maksimum həmişə qorumalısınız. Məqsəd avtomobilin estetik görünüşünü uzun müddət yerində saxlamaqdır və boya qoruyucu plyonka hissə-hissə detallara yapışdırıldığı üçün yalnız zədələnən hissənin boya qoruyucu plyonkasını, yəni PPF-i dəyişmək kifayət edir. Əlaqə nömrəsi 055 327 0074. Təşəkkürlər. Və hörmətli avtomobil sahibləri və yaxud sahibi olmayanlar, Allah hər birinizə nəsib etsin. Bir məqamı vurğuluyum ki, Red Oil-dan danışırıq, enerjin bizdən gəlir, deyir Red Oil. Zabrat şosesi Kürdaxanın yolunda yerləşir. Əgər hal-hazırda üzü o istiqamətə gedən və yaxud orada olan varsa, bizi dinləyirsə, bir yolunuzu Red Oil-dan salın. Çünki keyfiyyətin bugün biz Red Oil-un sübutlu danışırıq efirimizdə. Birazdan biləcəksiniz, yeni qoşulanlar biləcək, yeni qoşulmayanlar varsa da onlar hər halda artıq mənim dediyimi təsdiq edərlər. Deməli, məsələ nədir? Red Oil istər 92 olsun, istər premium olsun, dizel olsun, fərq etməz. Yanacaqda həm texniki baxımdan, həm yanacağın keyfiyyəti ümumiyyətlə etibarlıdır, ekolojidir və qənaətli şəkildə sizə təqdim edir bütün xidmətlərini. Bir də nəzərinizə çatdıraq ki, 10 litr yanacaq dolduran hər kəs Red Oil-la ərazisində yerləşən marketdən avtomatik 5% endirim əldə edir və bir də orada sizə kart verirlər. Hər dəfə 10 litr minimum əgər benzin vursanız, yəni də yanacaq doldursanız avtomobilə, orada hər litr üçün 1 qəpik bonus əldə edəcəksiniz. 051 476 76. Gəlin Red Oil-dan daha ətraflı danışaq işin adamı ilə birlikdə. İşinin adamı studiyadadır. İşin adamı studiyadadır. Red Oil şirkətinin rəsmisi olaraq hal-hazırda Faiq Cerçiyev bizlə birlikdədir. Faiq, mən bir daha salamlayıram. Siz necəsiz? Sağ olun, yaxşıyam, şükür Allah. Həmişə yaxşı olasınız. Bir ənənəmiz var. Yeni qoşulanları biz həmişə nəzərə alırıq. Bu dəfə qısa şirkət haqqında məlumat verin, sonra keçək suallarımıza.
Şirkətimizin adı Redoil'dir. Biz hal-hazırda yeni yaranmış şirkət olaraq. Amma təcrübə uzun illərdir. Təcrübə bəli uzun illərdir. Biz bu sahənin içindən çıxmış bir insanlar kimi bu şirkəti qurmuşuq. Biz çalışırıq ki, hələ ki bir ədəddir yanacaq doldurma məntəqələrimiz inşallah davamlı olacaq. Növbədə 3-4 ədəd yanacaq doldurma məntəqəsinin açılışı planlaşdırılır. Enerjimiz bizdən gəlir. Qəşəng, Bizim qəşəng. prioritetimizdir. İnşallah ki, avtomobilin ki enerjisi oldu, adamın keyfi açılır. Bəli, bəli. Hər bir avtomobil sahibi üçün avtomobili doğmadır. Yəni bizim üçün də müştərilərimizin avtomobilləri doğmadır. Ona görə biz çalışırıq ki, maksimum dərəcədə xidmətimizi yaxşı təşkil edək ki, hər kəs bizdən razı qalsın. Əla. Deməli sizə belə bir sualım olacaq. Biz bugün avtomobildə, yəni də bu Redoil'a gəlsək, siz bayaq çox qəşəng bir məqam vurğuladınız. Mən arzu edirəm ki, o informasiyanı yenidən xatırladaq. Niyə? Çünki yeni qoşulanlar var yenə də. Avtomobilə su qatılmaq mövzusunu çox qısa üzərindən keçək. Bir də ki, insan müdaxiləsi mövzusunu siz minimuma indirmisiniz. O məlumatı bir daha bölüşək. Yəni bayaq da bildirdiyim kimi bu avtomobilə su qatmaq məsələsi ümumiyyətlə yenə də deyirəm ki, heç bir sahibkara sərf eləməz. Yəni öz malına su qatıb onu sıradan çıxartsın da. Yəni bu bir növ malda sıradan çıxır, satdığı malda yanacaqdan söhbət gedir və onun texniki qurğuları da sıradan çıxır. Necə ki avtomobil sıradan çıxır. Yəni bu ola bilər ki, hansısa YDM-lərdən olub bir vaxtlar və təbii bir proses nəticəsində ola bilər, yaxud da torpaq altında qalmış kənlərdir, üstü çürüyə bilər, germetikliyi pozula bilər, hansısa bir formada ora su daxil ola bilər. Bu proses, yəni bundan heç kəs sığortalanmır. Bu ola bilər bir şeydir. Ondan da başqa insan faktoruna müdaxiləsinə gəldik. Dedik ki, məsəl üçün sizin yanacağınızın sifariş olunan müddətdən tam bitənə qədər biz buna nəzarət edirik ki, sizin yanacağınız tam vurulub ya yox. Həmən müddət ərzində sifariş davam edən müddət ərzində orada heç bir insan faktoru müdaxilə eləyib, məsəl üçün hansısa bir formada tapancanı çıxardıb yerinə qoymaqdan başqa onu yəni kəsə bilməz. Yenə də deyirəm ki, buna nəzarəti biz maksimum eləmişik ki, çünki sırf hal-hazırda sürücülərimizin yaralı yeridir ki, filan yerdən yanacaq vurdu, mənim yanacağımı kəsdilər bu formada. Ona görə biz bu prosesdə ciddi nəzarət edirik. Əla. Yanacağın keyfiyyəti mövzusu haqqında da bir çox fərqli fikirlər var cəmiyyətdə. Ümumiyyətlə, yanacağın keyfiyyətlisi və yaxud keyfiyyətsizi olurmu? Yoxsa yanacaq ümumi respublikada bir depodan gəlir və yaxud gələndən sonra onu daha da keyfiyyətli və yaxud daha keyfiyyətsiz etmək olurmu? Bildirim ki, sizin də vurğuladığınız kimi Azərbaycan Respublikasında yanacaq satışı bir yerdən baş verir. Yəni bütün yanacaq doldurma məntəqəsinə yanacaq bir yerdən gedir. Yəni keyfiyyət olaraq hal-hazırda yanacağın keyfiyyəti normaldır. Yəni biz bunu dəfələrlə ölçmüşük. 92 aktan yanacaq elə öz yerindədir. Yəni onun aktanında heç bir dəyişiklik yoxdur. Yəni həmçinin də dizeldə. Yəni çox vaxt fikir verirəm ki, deyir ki, məsəl üçün də filan yerdən yanacaq vurdum, maşının başladı, problemlər yarandı. Siz bu avtomobillərdə problemlərin yaranmasının əsas səbəbi nədir? Bu yanacaq ki, həmişə bir yerdən vurur müştəri. Sonra gedir başqa bir reskiyi başqa bir yerdən vurursa yanacağı. O örgəşi bax, onun psixoloji olaraq fikrində qalıb ki, bu oradan vurmuşdum, valla maşın belə eləmirdi. Yanacağın keyfiyyətini hiss eləmək istəyirsinizsə. Bu doğrudan psixolojidir yoxsa? Bu psixoloji bir şeydir. Mən bunu əminliklə soxlayıb. Mən bildiyiniz çiyinlərimi yuxarı qaldırıb iynə üstündə otururam da. Elə bil ki, başqa yerdən benzin vuranda məcburiyyətli olursan. Bir də özüm bilirsiniz harda belə toxtaqlıq tapıram. Çox vurmuram. Bir 10-15 manatlıq ki, maşın bir güvəndiyim bir yanacaq doldurma məntəqəsinə qədər getsin. Orada da indi nə başlayır? O kinolarda falan olur. Hərədən bir şey eşidirsə. Bəli. Məsələn,
birinci dostun dediyinin qarşısından keçəndə yadından çünki birinci dostun təriflədiyini ikinci dostun bol pisləyib. Qalırsan belə buna inanın buna. Sonra başdan bunu benzin yanacaq doldurma məntəqəsi qalır kənarda. Sən dostlarını analiz edirsən ki, hansı belə daha çox düz danışan oğlandır, yoxsa hansı daha çox belə şişirdən adamdır. Ondan sonra qərar verirsən. Bilirsiniz necədir? Ümumiyyətlə avtomobilləri istehsal eləyən məsəl üçün zavodlar, yəni orada da bir əmma var. Yəni bu avtomobillərin nəzərə alırlar ya almırlar bilmirəm başqa ölkələrdə istifadəsini. Məsəl üçün yanacaq sistemi avtomobildə olur ki, məsəl üçün elə avtomobil var, hər bir yanacaq aktanına davamlıdır. Amma elə avtomobil var, sırf ona 95 məsləhət görürlər. Ay, bax, müəllim, çox üzr istəyirəm Faiq müəllim. Bax, sizi mən buna görə çox istəyirəm də. Baxın dostlar, və biraz belə bəlkə də özümdən demək kimi çıxmasın, o deyirsiniz ki, yanacaq doldurma məntəqələrinin sahiblərinin elə bir komfortu yoxdur ki, onlar öz benzindən su töksün, düzdürmü? Çünki istəsə belə tökə bilmir, çünki zərərə uğrayır. Deməli, bizim də nə yalan deyim, baxın mən belə deyim də yalancı cümlə qurmayacağam. Şəxsən indi sizin təsisçilər, dəyərli insanlar, dostlarımızdır. Mən özüm sizin qapını döymüşəm ki, gəlin birlikdə bir əməkdaşlıq eləyək. İnanırıq ki, qarşılıqlı faydamız olacaq. Amma burada da hətta sizin sahədən olan biri, yəni sizin sahədən olan rəqib deyək, dost deyək, fərqli şirkətlərdən biri gətirib, mənim qapımda dayanıb, saatına verilişdə 50.000 manat da versə, mənim elə bir komfortum yoxdur ki, mən onlardan işləyim. Niyə? Çünki Azərbaycanda radio aparıcıları arasında düzdür, yanacaq doldurma ilə deyil də mühərrik yağında çox illərin hörmətli aparıcıları, dostlarımız deyə çox iyi. Nəfslərinə qalib gəlməyib, bu günə cümə günü, nəfslərini uduzub da, keyfiyyətsiz yağı bəhbəhlə tərifləyib də, imicdən düşən radio aparıcılar var, DJ-lərimiz var. Mən də istəmirəm də onlardan biri olum. Çünki çox tezdir də bu gözdən düşmək. İndi mən nəyə gətirirəm? Sözü mənim Red Oil. Okey, Red Oil'un sabah adı dəyişdi, rebranding elədiniz. Başqa bir ad qoydunuz. Belə də, nə bilim, havadan sudan, nəysə bir ad qoydunuz. Mənim yenə də sizə, sizin komandaya, sizin rəhbərliyə böyük inamım var illərdir. Çünki bax, mən elə belə demədim, sizdə uzun illər təcrübəsi var. Bir dəfə, 3-4 il əvvəl sizin digər yanacaq doldurma məntəqələrlə bağlı olan bir sual vermişdim. Belə də bir iş görüşməsi əsnasında sizin əməkdaşlardan birinə. O 2-3 dənə ilə qəşəng bir məntiqli, detallı, texniki cavablar verdi. Mənim ondan yarandı sizə inamım. İndi də çox sevinirəm. Bax, belə işinə güvənə adamlar var. Ona görə də mənim hələ ki o tərəfdən yolum düşməyib. Mən də səbirsizlə arzu edənlərdənəm ki, bir dənə Red Oil'un bu bir tərəflərdə də filialları olsun inşallah. Ona görə də mən indi bəlkə də efirin bu formatını qoymuşam, neytral jurnalistlik, aparıcılığı bir tərəfə qoymuşam. Sadəcə bir vətəndaş olaraq çox sağ ol deyirəm də qardaş. Belə adamlar olsun da cəmiyyətdə. Olsun, həm sağlam rəqabətə qoşulanlar olsun, həm də bu dəqiqə sizdə bu Kürdaxanı yolunda gedib yol Red Oil'dan düşənlər rahat istifadə edə bilsinlər də bundan. Ki, yeri gələndə desin, qardaş, o dədə baba dinləsə, polnu bax vur. Bu sözü deyə bilsinlər. Polnu bax sözünüzə qüvvət. Deməli, ümumiyyətlə, mən bayaq da demək istədim, vurduğunuz yanacağın keyfiyyətini bilmək istəyirsinizsə, onun kilometrajını dəqiq tutmaq istəyirsinizsə, birinci növbədə avtomobillərinizin yanacaq sistemi yaxşı işləməlidir. Ümumiyyətlə, avtomobiliniz, məsəl üçün, avtomobillər var, Amerikadan gəlir Azərbaycana. Bəyəki sözünüz yanlış qaldı. Orada elə maşın var ki, 92 üçün də bunun sənədində yazılır. Hətta 2025 maşınlar var. Bəli, bizdə biz üzünə durmuşuq maşını, buna 95 vuracaq. Yox, deyir ki, bu sizin maşın xəbəriniz var, 95 ilə işləyir. Deyir, 92 ilə də işləməli. Deyirəm, axı, zavod buna deyir 95 tök. Sən gəlib mənə deyir. Ya da əksinə olur da. Bəli, ya da ki, əksinə olur. Ona görə də mən həmişə vurğulamışam, dostlarıma da deyirəm, bu sahədə indi bilirlər ki, bu sahədəyəm. Avtomobilə yanacaq vurursunuzsa, yəni daim çalışın ki, ən azı onun yanacaq çəninin tutumunun yarı qədər yanacaq vurasınız. Ümumiyyətlə, bu yanacaq sizin avtomobilinizin yanacaq çənində olan yanacaq nasosunun soyumasına rol oynayır.
Yəni o 10 manat qırmızı işığı söndürüb yanacaq vurub sürürlərsə, ümumiyyətlə o yanacaq nasosu başlayır orada qızmağa. Qızmağa başlayır, bir müddət keçəndən sonra o problemlər yaşatmağa başlayır avtomobilə. Ona görə də bir mütəxəssis kimi deyirəm ki, avtomobilinizdə istifadə edirsiniz yanacağın keyfiyyətini bilmək istəyirsinizsə, maksimum ən azından minimum yarım bak, maksimum pulun bak yanacaqdan istifadə edin. O nəyə xidmət edir dediniz? Yəni həmişə avtomobil ən azı yarım bak benzin olmalıdır. Çünki o nasos var avtomobilin bakının içində. Bunu ustalar çox yaxşı bilər. Ümumiyyətlə mən bunu maraqlandığım üçün araşdırıb bu məsələni elə belədən danışmıram. Yəni araşdırmışam bu məsələni. O nasosun iş prosesində soyuması həmən bakın içində olan yanacaq sayəsində olur. Yanacaq onu soyudur. Ona görə mütləq şəkildə mən birinci dəfə bilirdim bunu. Bu qızanda da o nasos ki az yanacaqla istifadə olunur, o avtomobilin ümumi işləmə prosesinə də təsir eləyir. Bir dostum var, deyir ki, məsəl üçün necə olur? Mən filan yerdən yanacaq vururam, pulunu bak vururam oradan. Gəlirəm uzaqdadır dediyi yer. Gəlirəm bir müddət sürürəm avtomobilimi, qırmızı yanı gedib başqa yerdən üstünə yanacaq vururam. Başlayır 10 manat vururam ki, bir də ora gedim də həmən yerə. Ona da izah edirəm ki, yenə də sənin nasosun qızır. Orada bakın içində qızır. O problem yaradır da sənin avtomobilinə. Ona görə. Yenə də vurğulamaq istədiyim odur ki, yanacağın keyfiyyəti sizin istifadə elədiyiniz avtomobilin də yanacaq sisteminin çalışmasından da asılı bir şeydir. Yəni avtomobilinizdə nasazlıq ola bilər, problem yaşaya da bilərsiniz bununla bağlı. Bir də hər halda dövlətin bir rəsmi qanunvericiliyi var. Əlbəttə siz ona əməl edirsiniz. Həmçinin nəzarət forması da var. Ümumiyyətlə yanacaq doldurma məntəqələrində hər halda həm də ekoloji cəhətdənmi olsun, bir nəzarət bir sistemi olur da bunun necə olmalıdır. Nələr olmalıdır? Bax onları da siz hansı ki edirsiniz? Yanacaq doldurma məntəqələrinin ümumiyyətlə dövlət qurumları tərəfindən vaxtaşırı yoxlanmalar keçirir. Məsəl üçün ildə ilk 2 dəfə yanacaq doldurma məntəqələrində dövlət standartlaşdırma və metrologiya idarəsi tərəfindən gəlir, yoxlamalar aparılır. Həmən yanacaq doldurma aparatları onların rəsmi möhürü ilə möhürlənir yoxlamalardan sonra. Yəni standartlara uyğundursa möhürlənir, yox uyğun deyilsə düzəlişlər aparır, yenə də möhürlənir, onlara qalagrama vurulur. Bu ildə 2 dəfə olur. Bundan başqa Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dağ Mədən İdarəsi var ki, bunlar da bizim ümumiyyətlə yanacağımızın təhlükəsiz saxlanması, təhlükəsiz satışı, bununla bağlı onların da yoxlamaları olur. Bu ümumiyyətlə bu dövlət qurumlarının ildə 1 və 2 dəfə yoxlaması olur yanacaq doldurma məntəqələrində. Əgər hər hansı bir hal aşkar olunursa, sonradan yoxlama prosesindən növbədən kənar yoxlama olursa, dərhal biz özümüz də ona nəzarət edirik ki, məsəl üçün görür ki, hansısa bir kolonkamızda müştəri narazıçılıq edir. Dərhal o özümüzün qurğusu vasitəsilə yoxlanılır. Onları yoxlamaq üçün spesial qablar var, tutumlu qablar. Yoxlanılır. Əgər problem aşkarlanarsa, həmən kolonka saxlanılır, orada fəaliyyət dayandırılır. Bu qurumların nümayəndəsi yenidən dəvət olunur. Problem aradan qaldırılır, yenidən həmən kolonkanın istifadəsi üçün yararlılıq möhürü vurulur orada və fəaliyyət davam etdirilir. Bu çox yaxşıdır. Bu o deməkdir ki, yəni ölkədə belə çıxır ki, nəzarət varsa, yəni bizi aldadanların sayı da avtomatik olaraq minimuma bildirmək istəyirəm ki, var, kifayət qədər, hətta kifayət qədərdən də çoxdur. Sırf bu yanacaq doldurma sahəsi üstündə. Deməli, belə götürək də Azərbaycan Respublikasının ərazisində, ümumiyyətlə dünya ərazisində ikinci, üçüncü yerdədir yanacaq doldurma məntəqələri. Öz sahəmə gəlin burada, sətəm sahəsində, təhlükə potensiallı obyektlərin siyahısında. İkinci, üçüncü yerdədir. Yəni, bunun hər hansı burada təbii hadisə və yaxud da ümumi insan faktoru nəticəsində burada qəza baş verərsə, yəni bunun qarşısını almaq çox böyük bir qüvvə tələb eləyir. Mən bir dəfə elə sətəm mövzusuna yaxından tanış olanda, yəni təhlükəsizliklə bağlı, elə təsadüfən də hansısa yanacaq doldurmanın qarşısından keçirik. Fikir verirəm, deyirəm, baxın, təhlükə
olan və sətəm qaydaları olan adətən yerlər, obyektlər necə olur? Bunlar hamısı qapalı ərazilərdə olur da. Bəli. Amma bu açıq havadadır və gör nə qədər burada illərin dünya üzrə təcrübəsi var ki, burada risklər minimuma insin. Bəli. O ki, hamımız bilirik ki, tütün məhsullarından o avtomobilin üzərində var, tütündən təhlükəli yanacağı təhlükəlidir. Adi və yoldan keçəndə nə qədər adam olur ki, belə təsadüfən siqaret çəkir, atır. O gedər, dəyər, nəm harası ilişər. Hətta bunu belə hər halda hesablamısınız da. Ümumiyyətlə belə hallarla çox qarşılaşırıq. Məsəl üçün müştəri yanacaq doldurma məntəqəsinə daxil olur, avtomobilin içində siqaret çəkir. Yaxınlaşıb deyirsən ki, söndürün. Söndürün deyəndə deyir ki, mən maşınımın içində çəkirəm də bunun sizə nə aidiyyəti ola bilər? O da olur, onu eləyənlər qalır. Hətta mobil telefon belə yanacaq doldurma məntəqəsi üçün təhlükə sayılır. Mobil telefondan istifadə, yanacaq dolduran müddətdə ondan istifadə belə mobil telefondan istifadə. Çünki hər hansı bir problem yaşaya bilər də. Telefon məsəl üçün bizdə siz bu əməyin alışa bilər telefon o barədə. Yəni o da ehtimallardan biridir də. Amma olanda da bir dəfə olur da. Olanda bir dəfə olur. Yəni hansı bizim üçün siz ümumiyyətlə hər bir iş sahəsi üçün birinci növbədə insan faktorudur. İnsan sağlamlığının, insan həyatının təhlükəsizliyidir. Məsəl üçün yanacaq doldurma məntəqəsinə girəndə adam var, gəlir, riski tormoz verir, saxlayır. İrad bildirəndə deyir ki, nə olacaq ki? Necə nə olacaq? Betonun üstündədir, sürtünmə baş verə bilər, alışa bilər, yerə bir damcı düşə bilər, o damcıdan o alov böyüyə bilər. Bunu başa düşmək istəmirlər insanlarımız. O deyir, biz özümüzün həkimi olmalıyıq. Ümumiyyətlə biz də özümüzün təhlükəsizliyini də özümüz qorumalıyıq da. Yəni birinci növbədə buna riayət eləmək lazımdır. Çox düz deyirsiniz və sizdə maşallah olsun. Yəni kənardan necə görsəniz, benzin gedim doldurum. Amma o yalnız 100 vərəqli səhifənin bir vərəqidir. Bundan əlavə sizdə orada nəzarət etdiyiniz, əməl etdiyiniz, görsənməyən, amma yetərli zəhmət olan 99 dənə başqa detallar var. Amma məncə biraz cəmiyyətimiz sətəm qaydaları ilə bağlı təəssüflər olsun, çox maariflənməyib və biraz bəlkə də bu bir çoxlardan xoş gəlməz. Dövlət və qeyri-dövlət sektoruna. Azərbaycanda nənə babadan qalan bir ənənə var. Pis günün ya da qara günün dərmanı, qara günün pulu və s. kəfən pulu. Bu biraz xarakterimiz oturub. Biz hər şeyi, biz möhtəşəmi problem yaranandan sonraki həll yollarına. Biz möhtəşəmi o həll yollarını tapmağa. Amma yaxşı olar ki, hətta mənim çox tez-tez işlətdiyim bu qarşıma çıxıb bu Ulu Öndər Heydər Əliyevin çox gözəl bir dənə statı var ki, hər hansı bir problem yaranandan sonra deyil, yaranmadan əvvəl o problemi həll etmək daha məqbuldur, daha düzgündür. Mən o sözü oxuyandan sonra da biznesə gələndən sonra doğrudan həyatıma işıq saçdı da. Elə biz öyrəşmişik ki, problem yaransın, həll eləyək. Olmazmı ki, problem yaranmaması üçün üzərində çalışaq? Məncə öyrənməlidir. Cəmaət bu fövqəladə vəziyyətlərdə davranış qaydaları, adi evdə bir dəfə belə də yüngülvari bir iş yerində bizə təlim keçdilər fövqəladədən. Mən odur budur, evdən çıxanda pəncərəni bağlayıram. Çünki sən demə, təsadüfən gözəl bir qonşumuz siqaret çəkib atsa, həyərləni fırla bu gəl bizim evə düşə bilər, pərdəni yandıra bilər və gör nə qədər problem ola bilər. Ondan başqa bir dənə də bir sahəmə uyğun bir şey olduğuna görə, əgər orada sizin evdə hər hansı bir formada qısa qapanma baş verərsə, cüzi alov yaranırsa, sizin deyirlər etiraz, qap pəncərəni aç, Amma bu düzgün bir variant deyil. Çünki açan müddətdə içəri daxil olan hava kütləsi o alışmağı biraz da çoxalda bilər. Həm də ona görə də o sahə ki, mütləq şəkildə bağlı qoyub getmək lazım. Məncə biz
nədir onun adı? Bütün problemlərin yaranmaması üzərində daha çox çalışmalıyıq. Düzdür, həftə sonu üzü istirahətə gedirik. Biz istəmirik problemdən danışaq. Bəzi insanlar təbii olaraq, psixoloji olaraq bunu eşitmək istəmir və inanırıq ki, bizə bu dəqiqə qulaq asanlar bu canında qasına Kamran demirlər. Öz təpəndə çartlasın demirlər və əlbəttə ki, istəyirik ki, məqsədimiz maarifləndirməkdir. Qısa fasilədən sonra eşidiləcək dostlar. Marsol Qrup İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası və Kənaz Media Qrupun təşkilatçılığı ilə İşinin Adamını dinləyirsiniz. Bəli, əziz dostlar, İşin Adamı davam edir. İşinin Adamı davam edir. Nəzərinizə çatdıraq ki, sponsorlardan danışırıq. Sponsor məlumatı. Efirimizdə sponsorlarımızdan biri də BF Group şirkətlər qrupudur və BF Qrupa aid olan şirkətlərdən də biri Aspergo şirkətidir. Aspergo 2023-cü ildən Azərbaycanda fəaliyyət göstərən Türkiyənin Güxer Alüminium texnoloji brendinin rəsmi nümayəndəsidir və nəzərinizə çatdırmaq istərdim ki, Aspergo yüksək keyfiyyətli bioklimatik pergola tent və qış bağçası sistemləri ilə açıq məkanlarda rahatlıq və zövq yaradır. Müasir dizayn, uzun ömürlü materiallar, funksional həllər ilə hər məkana mükəmməl uyğunlaşır. 05555 29 99 əlaqə nömrələridir. Bir də ki, hörmətli dostlar, BF Qrupa daxil olan şirkətlərdən Kanat Alüminiumdan danışmaq istərdik. Kanat Alüminium şirkəti Türkiyənin ən öndə olan markalarından biridir və şirkət ölkəmizdə rəsmi nümayəndə olaraq 2011-ci ildən fəaliyyət göstərir. Şirkət cam balkon, geotin profil, aksesuarları topdan və pərakəndə satışını, həmçinin pergola sistemlərinin quraşdırılmasını həyata keçirir. Kanat Alüminium markası altında fərqli növlərdə qatlanan cam balkon, sürmə cam sistemlərinin təhqiqat və paket şüşəli sistemləri təklif olunur. 050 998 1001 əlaqə nömrəsi ilə bütün müraciətinizi ünvanlaya bilərsiniz onlara. Təşəkkürlər. Hörmətli avtomobil idarə edənlər, avtomobil mühərrik yağınız gərək qəşəng, güclü olsun. Ona görə də mühərrikinizin uzun ömürlü gücü olan DEV markasına müraciət edin. DEV Türkiyədə istehsal olunan mini avtomobilləri, ağır texnika üçün mühərrik yağları, soyutma mayeləri, AdBlue sənaye yağları, sürətli qutusu, hidravlik yağlar təklif edir. Məhsullar Avropa standartlarına tam uyğundur. Oloil şirkətinin Azərbaycanda rəsmi nümayəndəsi olduğu DEV markasına müraciət edənlər 099 941 14 14 nömrəsi ilə əlaqə saxlasınlar. Əziz avtomobili çox sevən sürücülər, sizə avtomobilinizi həmişə gözəl görsənməsi üçün dünya markası olan Every Denison təklif edə bilərəm. Niyə? Çünki Every Denison PPF boya qoruyucu plyonkalarından danışırıq bugün və bilin ki, Every Denison PPF boya qoruyucu məhsulu ilə avtomobilinizdəki kiçik cızıqlar qısa müddətdə plyonkanın səthində bərpa olunur. O beskraska dediyimiz məsələ var. Beskraska qoruma ilə boyanın zədələnməsinin qarşısı alınır. 8 il rəsmi zəmanət təklif olunur və mərhələli avtoyuma, polirovka, həmçinin PPF xidmətləri var. Bizim Every Denison'da nəzərinizə çatdırmaq istəyirəm ki, 055 327 0074 nömrəsi əlaqə saxlayın. Bildirin ki, İşin Adamı layihəsindən eşidib gəlmişik. Sizə 17% endirim var avtomatik bir zənginizə görə. Və əziz iş adamları, üzr istəyirəm, xüsusilə gömrüklə çalışanlar mobil qrupa müraciət edə bilərsiniz. Niyə? Mobil broker, gömrük brokeri və mobil logistika sahəsində peşəkar xidmətləri var. Mobil qrupun şirkət ixal və ixrac əməliyyatlarında sənədləşmə, bəyannamələrin hazırlaması, malları sürətli rəsmiləşdirilməsini həyata keçirir. 051 333 90 90 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sizə dəstək olsunlar. Həmçinin diqqət, əziz Özbəkistanda şirkət qurmaq istəyən sahibkarlar Osmanlı Konsaltikə müraciət edin. Azərbaycan nömrəsidir 051 6900, belə də yazın. Onlar bizim də şirkətin qurulmasında sağ olsun dəstək oldular. Qarşılanmadan tutmuş, oradakı həm yerləşmə olsun, şirkət harda qura bilərsiniz, hansı sənədləşmə lazımdır, məkan hardadır, istirahət məkanları hardadır, harda yeyə bilərsiniz, harda içə bilərsiniz, harda gəzə bilərsiniz, harda müştəri tapa bilərsiniz. Hər birini sizə tövsiyə edəcəklər onlar. Təşəkkür edirəm Osmanlı Konsaltikə. Bir daha deyirəm 051 6900 Azərbaycan nömrəsidir, yadda qalsın deyə belə deyirəm. Bir də Fitlokmadan danışmaq istəyirəm. Fitlokma.az şirkəti bizə şəkərsiz, glutensiz, tam təbii, orqanik məhsul
məhsullar təqdim edir. 100% təbiidir fitloqma, atışdırmalıq. Siz gününüzə enerji qata bilərsiniz. Fitloqmadan istifadə edərək elə saytına da daxil ola bilərsiniz. Əlaqə nömrələri isə 055 537 97 57-dir. Bir də gözünüzün bəbəyi Red Oil-dan danışaq. Red Oil enerjin bizdən gəlir deyir. Həqiqətən belədir və Zabrat şosesi bu dəqiqə orada olanlar varsa daxil olsunlar. Verilişimizin adını deyənlərə xüsusi indirim var. Yox, əgər orada desə əməkdaşlar, işdir şayət doğrudanmı? Narahat olmayın, Faiq müəllimə siz sualınızı ünvanlaya bilərsiniz. Nəzərinizə çatdırım ki, Red Oil Zabrat şosesi Kürdaxanı yolunda yerləşir və sürücülərə istər 92 olsun, istər premium, istər dizel yanacağı təklif olunur. Burada etibarlı, ekoloji şəkildə, həmçinin qənaətli şəkildə biz avtomobilimizə enerji qata bilərik. 10 litr yanacaq doldurana avtomatik orada bir market var balaca. Oradan 5% indiriminiz var. Bir də ki minimum 10 litr yanacaq əgər siz sifariş etsəniz, avtomobilinizə doldursanız, o dəqiqə hər litr üçün 1 qəpik hesablanır. Bir də görürsən ki, əməlli başlı bir pul eləyib. Bu da sizə kömək eləyir ki, avtomobilinizə heç bir pul xərcləmədən kart vasitəsilə yığılan pullardan istifadə edə bilərsiniz. 051 476 76. İşinin adamı davam edir. İşinin adamı studiyadadır. Bəli, işin adamı studiyadadır, əziz dostlar. Efirimizin və həftəmizin son dəqiqələridir. Red Oil-dan danışırıq. Faiq müəllim bizlə birlikdədir. Faiq müəllim, bu mərhələdə efirdə belə bir ənənəmiz var. Qonağımıza deyirəm ki, əziz qonaq, zəhmət olmasa, mən aparıcı qismində ünvanlamadığım, amma eşitmək istəyiniz hansı suallar var? Elə o sualların və yaxud məlumatların üzərindən gedək efirdə. Verilişimizi çox yaxşı qurmusunuz. Təşəkkür edirəm sizə. Təşəkkür edirik. Heç bir formada sual yeri saxlamırsınız, maşallah. Bacarıqlı, peşəkar olduğunuz buradan da görsənilir. Çox sağ olun. Belə bir sualım yoxdur mənim. Yoxdur. Onda təklifim var mənim. Bu saatdan sonra da yeni qoşulanları nəzərə alaq. Bir daha qısa Red Oil haqqında məlumat verək və efirimizi yekunlaşdıraq. Red Oil yanacaq doldurma məntəqələri olaraq biz şirkət çox üzr istəyirəm. Şirkətimizin adı Red Oil-dur. Yanacaq doldurma sahəsində fəaliyyət göstəririk. Məntəqələr dediniz inşallah. İnşallah. Bu elə-belə deyilmə da. O demək ki, beyinləri, bax zehni olaraq oradadır ki, yeni məntəqələr. Hal-hazırda bir dənə yanacaq doldurma məntəqəsi ilə fəaliyyət göstəririk. Bir aydır da başlamışsınız fəaliyyət. Bir aydır. İnşallah davamlı olacaq. Bizi izləməyə davam edəsinlər. Və mən bir daha vaxt alar deyə danışmam o haqda. Qısa və konkret bugün Faiq müəllim nəyə dedi? Sübutlu, texniki baxımdan əsaslı, yanacağın keyfiyyətindən konkret belə arqumentlər gətirdi. Texniki baxımdan arqumentlər gətirdi. Əgər bir narazıçılığınız olsa deyirəm, tam rahat şəkildə bizim əlaqə nömrəsi aktivdir. İşin adamı səhifəsinə yazın. Baxın, qərəzli belə kimsə deyək ki, getdi, bugün orada Red Oil-da bir problem tapdı. Qərəzli. Tamam. O qərəzli problemi belə mən açıqlamağa efirdə hazıram və bu açıqlamadan sonra sizin yazdığınızı və yaxud görüntü çəkin, belə də bu qədər bir güvən var. Biz onu götürək, açıq şəkildə efirdə dəvət eləyək Faiq müəllimi. Deyirəm ki, müəllim, zəhmət olmasa bunu bir aydınlıq gətirək. Gətirsin bir növ debat kimi də. Yox, gətirə bilməsə, desək ki, yox, ay müəllim, siz bizi aldadırsınız. Əlbəttə ki, biz açıq efirdə deməyə hazırıq. Amma mənim də bu sözü səsləndirməyə də səbəbim odur ki, mənim özüm belə doğrudan bir böyük inamım var. Bu da durduq yerdə olmayıb. Bu da heç bir əməkdaşlığa söykənmir. Yenə deyirəm, bizim heç əməkdaşlığımız yox idi, heç bu layihə yox idi. Mənim sizin şirkətə bundan əvvəlki təcrübənizə çox böyük inamım, etibarım var idi. Çünki belə də arqumentlə danışırsınız. Sözünüzə qüvvət olaraq bildirirəm ki, hər hansı bir negativ hallar aşkarlanarsa, hər hansı müştəriyə qarşı negativ hal aşkarlanarsa, olarsa, bizim sosial şəbəkələrdən də bizə müraciət edə bilərlər. Həmən yanacaq doldurma məntəqəsində bizim qaynar xəttimizdə 7/24
dörd fəaliyyət göstərir. Hansısa bir problemlə qarşılaşdıqları halda, hansısa bir onlara qarşı bir laqeydlik yaranarsa, əməkdaşlarımız tərəfindən, yanacağın keyfiyyət tərəfindən bizə müraciət edə bilərlər. Allah. Heç bir problem yoxdur. Yəni. Və belə, siz alıcılara, müştərilərə, cəmiyyətimizə olan sevgisidir bu Red Oil'un. Təşəkkür eləməli, minnətdarım. Biz də təşəkkür edirik. Çox qəşəng aydınlatdınız, qəşəng maraqlı mövzulara toxunduq. Hörmətli dostlar, işin adamı burada fəaliyyətini yekunlaşdırır. Bir həftəlik, gələn həftə yenidən mən Kamran Yaradanquliyevin təqdimatında bizi həm eşidəcəksiniz, həm də izləyəcəksiniz. Hər birinizə zehni huzur arzu edirəm. Bu günlük və bu həftəlik İşinin adamı bitti.